Salam əziz dostlar, mən çox şadam. Hamınızı görüm. Həmidə xanımı görüm. Bilirsiniz, bu mahnını həmişə mən oxuyanda gözümün qavamında Həmidə xanımdır. Ona həsr edirəm. Artıq 40 ildir bu mahnını oxuyuram konsertlərdə. Həmişə sənə həsr edirəm. Və çox şadam ki, bugün mən burada bu mahnını sizin üçün, hamınız üçün oxudum. Teşekkür ederim. O illərə qayıtdıq. Artıq 40 il bundan qabaq bu film çəkilmişdi. Amma biz Həmidə xanımla deyəsən değişməmişik. Serkan Bey, çəkilişlər sizin necə yadınızda qalıb? O bərabər ifalarınız, tərəf müqabiliyiniz. Çox gözəl xatirələr. Bilirsiniz, məni bu filmə dəvət eləyəndə əvvəl razılaşmırdım, istəmirdim. Amma biləndə Həmidə xanım orada mənim sevgilim olacaq. O saat razılaşdım. Güzel. Və ən yaxşı bilirsiniz nədir? İllər keçib münasibətiniz həmin münasibətdir. Bu ən gözəlidir. Və ümidim var ki, hələn formadayıq. Bir rejissor tapılsın, bizi bir filmdə də çəksin bizi. İnşallah. Təbrik edirəm. Çok sağ olun. Serkan Bey, Təbrik teşekkür edirəm, ederiz. təbrik Sağ olun, edirəm. bura qədər Görüşərik gəldiniz, var inşallah. olun. Görüşərik. Alkışlar da yola salaq. Serkan xalq artisti. Ay Tariyel müəllim, işiniz çətindir. Bu yandan da ikinci bir adaqlı çıxdı. Nətər olacaq bu iş? Orada ne? Güzel sürpriz oldu. Çok güzel. Çok çok.